Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi Üsbucaq layihəsinin növbəti verilişində xoş gördük. Verilişimizin bugünkü qonaqları Ruslan Seyidov və Xanmirzə Hüseynovdur. Çox vaxtınızı almadan mən ilk suala keçmək istəyirəm. Ailə strukturu bildiyimiz kimi çox mühüm və əhəmiyyətli məsələdir əzizlər. Ümumiyyətlə bu institutun, bu məktəbin dağılmasının nə kimi təhlükələri var və İslam boşanmalara necə yanaşır? Mən də öz növbəmdə əziz izləyicilərimizi salamlayıram. İnşallah ümid edirik ki, faydalı bir veriliş olar. Ailə strukturu, ümumiyyətlə boşanmalar bildiyiniz kimi təəssüflər olsun ölkəmizdə rəvac alıb. Son illərdə xüsusən boşanmaların sayı günü-gündən artır. Əslində bu proses belə deyək, dünyada gedir. Dünyada bu proses gedir. Əksər ölkələrdə bu boşanma halları artım üzrə, bu tendensiya artım üzrə davam edir. Lakin bizim ölkəmizdə də son illərdə daha şiddətli hal alıb. Ailə strukturunun, ümumiyyətlə ailə məktəbinin dağılmağı, ailələrin dağılmağının ölkələrə böyük zərərləri var. İstər maddi baxımdan, İstər mənəvi baxımdan, istər cinayət hallarının çoxalması baxımından, müxtəlif aspektlərdən yanaşsaq, hər sahədə böyük problemlərə səbəb olur. Məsələn, adətən cinayətkarların həyatlarına baxanda görürsən ki, ya bu atadan, anadan kənar bir mühitdə böyüyüb, ya ailədə müəyyən şiddət görüb. Əlbəttə, bunu demək olmaz ki, elə sırf budur. Səbəb bir nəfərin cinayət eləməsində əsas səbəb elə budur. Bunu demək olmaz. O qədər psixoloji travmalara məruz qalan insanlar var. Günümüzdə insanların əksəriyyəti bu və yaxud buna yaxın psixoloji travmalara məruz qalır. Onda gərək elə hamı cinayətkar ola, hamı qatil ola. Bu səbəbdir. Bu da səbəblərdən biridir. Lakin əsas səbəb yenə insanın özünə qayıdır. Nə qədər insanlar var ki, həyatına baxsan, hamıdan çox psixoloji travmaya məruz qalan olub, lakin görürük, o müvəffəq də olur, uğur da qazanır və insanlara, cəmiyyətə faydalı bir şəxsə çevrilə bilir. Lakin bu da danılmazdır. Cinayətkarların bir çoxu ailə problemi ilə üzləşən, ata-analara ayrılmış və yaxud ailədə şiddət görən, uğurlu bir ailədən yetişməyən şəxslər olur. Bundan əlavə biz bunu da qeyd eləyək, İslam mədəniyyəti ümumiyyətlə ailə strukturunun üzərində qurulub. Ailəyə çox böyük önəm verir İslam. Məsələn, bəzi hədislərdə gəlib ki, təlaq baş verən zaman Allahın ərşi titrəyər. Bu sadə bir söz deyil. Baxın, Allah nəyə əmr edir? Bizə qohumlara qarşı mehriban olmağı əmr eləyir. Onları aramağı, onların barəsində maraqlanmağı bizə əmr eləyir. Və hər kim silə-i ərhamı yerinə yetirməsə, buyurur, onun ruzisinə təsir qoyar. İqtisadiyyatında təsir qoyar. Və yaxud onun həyatında təsir qoyar, ömrünü qısaldar. Bu nəyə aiddir? Uzaq qohumlara aiddir bu sözlər. Hələ bunun içində təsəvvür elə, indi ailə strukturu dağıla. Bir övlad atadan, anadan ayrı yaşaya və yaxud bir ay ana ilə yaşaya, bir ay ata ilə yaşaya. Aydın məsələdir. Belə bir ailədə formalaşan uşaq istənilən tərbiyəni almayacaq. Belə övlad bilirsiniz kimin övladı olacaq? Xarici qüvvələri, medianın. Yəni asılıb yaranacaq. Bəli. Mənfi ətraf mühitin. Necə olur? Biz deyirik, məsələn, boşanmış ailələrdən bir çox cinayətkarlar boşanmış ailələrdən çıxan övladlardan belə deyək də meydana gəlir. Bəli. Boşanmış ailələrdən meydana gəlir. Nə üçün? Çünki ata-ana bir yerdə görsən günümüzdə uşağa tərbiyə verir, nəzarət edir. Bununla belə uşağın lazımi formada tərbiyə edə bilmir. İndi təsəvvür edin, bu ailədən ata-ana ayır, ananı ayır. O uşağa o sevgini, o məhəbbəti kim ötürəcək? Yəni uşaqda birinə psixoloji təsirlər, mənfi psixoloji təsirlər. Ata-ana nəzarəti olmayan uşaqlar
Mənfi mühit onlara nəzarət edəcək. Onda da Xəstə media onlara nəzarət edəcək. Və onlar da hansı şəkildə bizim övladlarımızı böyüdəcəklər? Həqiqətən bizim atanın, ananın o qayğıkeşliyini ona verəcəklər. Onlar özlərinə lazım olan tərəfə çəkəcəklər onu. Mühit özünə lazım olan tərəfə çəkəcək. Media özünə lazım olan tərəfə çəkəcək. Hərə bir tərəfə çəkəcək bu övladı. Aydın məsələdir. Belə yerdə Allahın ərşi titrəyər, bir mənası da budur ki, yəni sistem pozular. İnsanların, cəmiyyətin nəzmi, intizamı bir-birinə dəyər. Bu ailələrdən cinayətkarlar dünyaya gələr. Və yaxud xəstə ruhiyyəli insanlar meydana çıxar. Bu da başqa bir problemdir, belə deyək. Başqa önəmli bir problem də demoqrafik böhran deyərlər buna. Təqribən belə deyək də, müxtəlif növləri var bunun. Bir növü də budur, bir ölkədə yaşlı nəsil çoxalar, cavan nəsil azalar. Yaşlı nəslin sayı sürətlə artar, cavan nəslin sayı aşağı iner. Çünki artıq boşanmalar rəvac tapan bir ölkədə evliliklər də azalar. Dünyaya yeni nəsil gəlməz. Buna görə ölkə qocalmağa doğru gedər və Avropa ölkələri hal-hazırda bu problemi yaşayır. Yəni bu problemlə üzləşiblər. Bu qədər miqrant dəvət edirlər ölkələrinə, bu qədər başqa ölkələrdən vətəndaşlar qəbul edirlər. İşçi qüvvəsi yoxdur. Ölkədə işləyəcək cavan kadr yoxdur. Və bir çox Avropa ölkələrində deyirlər ki, artıq 50 ildən sonra müsəlmanların sayı xristianların sayını üstələyəcək. Bu da İslam dininin ailə mədəniyyətinə nə qədər dəyər verdiyindən irəli Bəli, gəlir. bunun neçə səbəbi var. Bir səbəb budur ki, İslam dini öz həqiqətini müəyyən mənada qoruyub saxlaya bilib. Bəzi məzhəblərdə tam mənada, bəzi məzhəblərdə müəyyən mənada. Lakin digər dinlər təhrif olub, kökündən təhrif olub. Belə olan təqdirdə bəziləri Avropa ölkələrində baxır İslam mədəniyyətinə, İslamı qəbul edirlər. Lakin bu şəkildə İslamın qəbul olunması o qədər də kütləvi hal deyil. Bəs əsas səbəb nədir? Əsas səbəb həmin ailə mədəniyyətidir. Çünki müsəlman miqrantlar ölkəyə daxil olur, onlarda ailə mədəniyyəti güclüdür, onlardan yeni nəsillər dünyaya gəlir. Bunun müqabilində yerli əhali evlənmir. Ailə həyatı qurmur. Yəni o ki, insanlara belə deyək də, nümunə kimi göstərilən qərb mədəniyyəti özü böhranla Bəli, ailə, xüsusən ailə konsepsiyasında bu məsələdə böyük bir böhranla üzləşib və bu da gör nə qədər fərq eləyir. Bir ölkənin əhalisinin dini fərqliliyinə gətirib çıxardır. Yəni xristianı idi, artıq 50 ildən sonra deyirlər ki, müsəlmanlar bu ölkədə çoxluq təşkil edəcək. Bir növ müsəlman ölkəsinə çevriləcək bu. Bu da onların özlərinin ailə mədəniyyətində uğradığı uğursuzluqların nəticəsidir və bunu da təəssüflər olsun bu gün müsəlman ölkələrinə bu öz mədəniyyətlərini, belə deyək, ailə mədəniyyətsizliklərini müsəlman ölkələrinə istəyirlər axın elətdirsinlər, ötürsünlər. Öz böhranla üzləşmək istəyirlər müsəlman ölkələrdə belə bunun üçün vasitələr də var da. Bəzən görürsən ki, bəzi sistemlər bunda bir vasitə rol oynayırlar. İstəyirlər həqiqi ölkələrində elə bir şeylər baş versin. Elədir. Və bu da danılmaz faktdır. Misal üçün biz bəzi ölkələrin indi futbolla maraqlananlar bunu yaxşı bilir də. Futbol komandalarına baxırıq. Məsələn, Fransanın milli komandasına baxırsan, əksəriyyət qaradərilidir. Müsəlman kimlikli, qaradərili fransızlar biz qaradərili deyil ki əsli. Bunlar hamısı miqrantlardır, gəlmələrdir, gəliblər, yerləşiblər və orada onların dünya gələn övladları da bu gün gəlib məsəl üçün Fransa milli komandasında oynayır. Və yaxud bəzi ölkələrin çempionatının əksəriyyətini qaradərili müsəlman oyunçular təşkil edir. Bunların səbəbi nədir? Təsəvvürlə onları o ölkədən götür, ölkədə futbol yoxdur.
Yəni bu qədər ailə mədəniyyəti, ailə Təsir. strukturu bu qədər təsirlidir. Yəni onun dağılmasının təhlükəsi ailə məsələsinin nə qədər əhəmiyyətli olmasını bizə Bəli, çatdırır. Çox gözəl nöqtələr idi. Seyid Can, Allah köməyin olsun. Bu Hacı, sizin bu barədə nə kimi izahınız ola bilər? Yəni necə yanaşa bilərsiniz? Ailə strukturunun dağılması nə kimi təhlükələri var? Bismillahirrahmanirrahim. Mən də həm sizi, həm bizi izləyən əzizləri salamlayıram. Bu gözəl verilişə dəvətə görə təşəkkür edirəm. Ümumiyyətlə, ailə deyəndə nə başa düşürük? Ailəni kimlər təşkil edir? Quran-ı Kərimdə Rum surəsində Allah Mütəal belə buyurur: "Və min ayatihi an xalaqa lakum min anfusikum azvaca." Allahın qüdrət nişanələrindəndir sizin özünüzdən, sizin üçün zövcələr yaratmağı. Bildiyimiz kimi ailəni kişi və xanım təşkil edir. Əsas etibarı ilə bu cütlükdən söhbət gedir. Quran-ı Kərim əzvac deyir, yəni zövcün cəmi, yəni cütlüklər. Kişi və xanım hər ikisi ailənin əsas təşkilatçısıdır və bu cütlüklər hər biri digərinə ehtiyaclıdır. Bu cütlüklərdən biri olmasa digəri naqisdir və yaxud da belə desək daha doğru olar, bu cütlüklərdən biri olmasa ailə strukturu ümumiyyətlə formalaşmır, naqisdir. Kişi və xanım hər ikisi bir yerdə olarsa ümumiyyətlə ailə kamilləşir. Belə deyir ki, bunlardan biri əsasdır, digəri isə onun budağıdır. Belə deyir ki, məsələn, kişi ailədə əsasdır, kökdür, xanım isə onun budağıdır. Belə deyil. Cütün mənası nədir? Cütün mənası budur ki, hər ikisi bərabər səviyyəlidir və hər ikisi o bir dənə bütövi təşkil edir. Bəzən bu yanlış fikir məsələn cəmiyyətdə ötürülür ki, kişi əsasdır, xanımın heç bir rolu yoxdur və yaxud da xanım ikinci dərəcəlidir. Belə deyil, İslam baxışı budur. İslam baxışı budur ki, bunlar cütdülər. Hər ikisi bir bütövi təşkil edən əsas ünsürdülər ailədə. Və bu cütün əsl mahiyyəti bundan ibarətdir ki, bunların hər biri digərinə ehtiyaclıdır. Bu ehtiyac fəqət müəyyən hisslərdən ibarətdir. Bu ehtiyac həm mənəvi ehtiyac, həm əxlaqi ehtiyac, həm ruhani, dini ehtiyac. Yəni bu cüt biri digərinə möhtac olan formada öz həyatını davam elətdirir. Burada mühüm məsələlərdən biri budur ki, biz bu tərifə əsasən bunu başa düşürük ki, bunlar əsli həqiqətdə bir həqiqətdir, bir mahiyyətdir. Sadəcə olaraq bunların fərqli xüsusiyyətləri var. Bu xüsusiyyətdə onların fitrətinə qayıdır, onların xilqətinə qayıdır. Yəni Allah Taala kişiyə müəyyən imtiyazlar, üstünlüklər verib, onları xanıma verməyib. Amma əvəzində xanıma elə üstünlüklər və imtiyazlar verib ki, onları kişiyə verməyib. Bir-birini kamilləşdirir. Bəli, bunlar bir yerdə olanda kamilləşir bu ailə modeli. Məsələn, bir dənə misal deyək, kişi nə qədər gecələri oyaq qalıb uşağa baxa bilər? Bir dəfə eləyər, iki dəfə eləyər. Amma qüdrət onun fitrətində yoxdur. Bəli, amma xanım bu işi aylarla, illərlə görür. Deməli, bu xanımın üstünlüyüdür. Və yaxud da kişinin özü. Bəzi işlər var ki, məsələn, evdən kənara aid olan işlərdir, nisbətən sərt işlərdir. Bu işlərdə kişi daha müvəffəqdir. Və yaxud da idarəçilik baxımından kişi daha müvəffəqdir. Bunun əksi atifi hisslər baxımından, emosional hisslər baxımından, ailənin ümumiyyətlə bağının möhkəmlənməsi baxımından, ailə üzvlərini bir yerə yığıb onun təməl prinsiplərini möhkəmlənməsi baxımından burada üstünlük xanımdadır. Yəni xanım burada əsas işi görür ailənin daxilində. Bunu demək istəyirəm ki, İslam baxışı bu deyil, biri üstün, biri qeyri üstün. Xeyr, hər ikisi üstündür və hər ikisinin ailənin kamilləşməsində mühüm rolu var. Sadəcə olaraq Allah Taala bunlara fərqli xüsusiyyətlər verib və bu xüsusiyyətlərlə bunlar bir yerə gələndə bu kamilləşir və kamil bütöv bir cütlüyü formalaşdırır. Quran-ı Kərimin ayəsini ki oxuduq, ayənin ardınca Allah Taala buyurur ki, litəskunu iləyha. Bu izdivacın, bu evliliyin, bu ailə qurmağın əsas hədəflərindən biri budur ki, aramlıq əldə eləyəsiniz. Aramlıq mühüm məsələdir. Məsələn, əgər xanım kişi üçün aramlıq vasitəsi olarsa, məsələn, kişi evə gələndə, evində aram mühit görəndə, evində mehriban
səmimi bir dost, yoldaş görəndə, etibarlı və etimadlı insan görəndə, əlbəttə o kişi evində aram olacaq. Və həmçinin Kişi də xanım üçün aramlıq vasitəsi olmalıdır. Əgər kişi xanımı üçün çətin anlarında bir dağ kimi, bir möhkəm qala kimi xanımının yanında olarsa, daim onun mühafizəsində, çətinliklərinin həllində səy, təlaş göstərərsə, ona məhəbbət bəsləyərsə və həmçinin onun üçün etimadlı və etibarlı bir yoldaş olarsa, təbiidir ki, bu da xanım üçün aramlıq vasitəsi olacaq. Deməli, Qurani-Kərimin bizə təqdim elədiyi ailə qurma modelində hədəf və yaxud da əsas hədəflərdən biri həmin o aramlığı ələ gətirməkdir. Bu aramlıq cəmiyyət üçün də mühümdür. Bilirik ki, cəmiyyəti təşkil edən əsas ünsürlərdən birincisi ailədir. Əgər ailə aram olarsa, cəmiyyət də aram olacaq. Əgər ailə aram olmazsa, əgər ailə dağınıq halda olarsa, cəmiyyət də dağınıq halda olacaq. Və bir cəmiyyət əgər dağınıq olarsa, təbii ki, cəmiyyətdə fəsad çoxalacaq. Buna gətirmək istəyirdim məsələn ki, ailələrdə aramlıq mühümdür ki, cəmiyyətlərimiz də aram olsun. Cəmiyyətlərimiz aram olarsa, o zaman fəsad azalacaq. Əgər ailə strukturlarımız aradan gedərsə, dağılarsa, bu təbiidir ki, birbaşa və yaxud da dolayısı yolla cəmiyyətimizin dağılmasına, dağınıq olmasına təsir göstərəcək. Və cəmiyyətin də dağılması, dağınıq olması həm fərdi şəkildə özünü göstərə bilər, həm ictimai şəkildə özünü göstərə bilər. Məsələn, uşaqlar cəmiyyətin bir hissəsidir də. Qeyd elədiyiniz kimi, Ruslan müəllim də qeyd elədiyi kimi, həmçinin də sizin, əgər ailələrdə boşanmalar çoxalarsa, bunun bir təsiri və mühüm təsiri uşaqlara sirayət eləyəcək. Hansı ki, bu uşaqlar da cəmiyyətin gələcəyidir. Uşaqlarda müəyyən depressiyalara səbəb olacaq, müəyyən stresslərə səbəb olacaq. O cümlədən uşaq məsələn ailə boşanarkən qalır hansı valideyni seçsin. Bunun özü bir dənə travmadır. Travmalı uşaq isə Seyid qardaşımızın da buyurduğu kimi cəmiyyət üçün ən təhlükəli ünsürə çevrilə bilər. Bəli, biz demirik ki, bu 100% belədir. Lakin potensial olaraq daha bəli, potensial olaraq belə uşaqlarda bu halların baş verməsi daha çox müşahidə olunur. Cəmiyyət içində təhlükə yarada bilən belə uşaqlar olacaq. Yəni cəmiyyətə xeyir verməyəcək, insanların xidmətində ola bilməyəcək belə uşaqlar. Elədir. Bizim ailələr də bunu qeyd eləmək istəyirdim. Bizim ailələrdə hal-hazırda ailə məsələsində iki problemimiz var Azərbaycanda, xüsusi böyük problemdir. Birinci problem ən böyüyü elə bu boşanmalardır. İkinci problem də həmin o aramlıq məsələsidir. Ailədə boşanmasalar belə bir çox ailələrdə bu aramlıq təəssüflər olsa ki, anlaşma yoxdur. Bir-birini başa düşmürlər. Qadın gətirir öz hüquqlarını kişinin hüquqlarından eyni eləyir. Burada keçinmək lazımdır. Gərək bir-birlərini yola versinlər və bir-birlərinə dəstək olsunlar, məxsusən övlad tərbiyəsində. Təhlükələr bilirsiniz, məsələn uşaqlar üzərində psixoloji təsirlər göstərir. Məsələn, Hacının da elə sizin də dediyiniz kimi adətən ailə boşanma təhlükəsi olanda və yaxud da ki, belə bir nümunəvi ailə olmayanda həmin xüsusiyyətlərdir ki, dediniz. Onlar olmayan bir ailədə uşaqlarda ən mühüm bilirsiniz nə yaranır? İnamsızlıq yaranır başqalarına. Çünki necə ailə mühiti uşağın, insanın formalaşdığı bir mühitdir. Bu mühitdə insanın, yəni o övlad ki, o ailədə böyüyən uşağın ən inandığı şəxs kimdir? Ata və anasıdır. O şəxslərdə məsələn at boşanmalar nədən yaranır? İnamsızlıqdan, bir-birini başa düşməməkdən. O ki valideynlərdən o şeyi görən uşaq digərlərinə də inamsız yaranır. İnamsızlıq yarananda digərlərinə artıq o şəxs bir şəxsiyyət kimi formalaşa bilmir. Bəli, bir şəxsiyyət kimi insanın formalaşması necə yaranır? Digər bir mühüm, hər tərəfli, kamil insanlardan özü üçün nümunə götürə bilir. İnsan ki valideynlə belə bir şeyi görəndə, belə nümunəsizliyi görəndə artıq o başqalarından nümunə götürə bilmir və nümunə götürə bilmədiyi halda şəxsiyyət kimi formalaşa bilmir. Elədir, bir də və üzr istəyirəm, şəxsiyyət kimi də formalaşa bilməyəndə bunun həm fərdi həyatında problemlər yaranır, həm ictimai həyatında problemlər yaranır. Əslində təhsil ümumiyyətcə təhsili qabağa gedə bilmir. Bəzi görürsən ki, ailədə xanım kişi özünü düzəldə bilmirlər, övladdan intizarları çoxdur. Sən gərək bir özünü tərbiyə eləyəsən. Öz ailə təməllərini gücləndirəsən.
Sonra sən övladdan nə isə gözləyəsən. Elədir, adi övlad tərbiyəsinin qeyd edirlər ki, təqribən 60% və ondan da yuxarısı ər-arvad münasibətlərindən asılıdır. Kişi ilə xanımın münasibətindən. Məsələn, kişi xanımına qarşı pis rəftar eləsə, onu döysə və yaxud ona nifrətlə yanaşsa, ondan sonra övladına hər nə qədər də desən mehriban ol, yaxşı ol, tez hövsələdən çıxma, səbirli ol, bu sözlərin heç bir mənası yoxdur. Çünki əməl məqamında naqisliyə yol Çünki verir. sən nifrəti, səbirsizliyi bunu övladına yaşadırsan. Bunları isə eşitdirirsən sadəcə. O yaşadığın gedir həyatına tətbiq edir. Nəinki eşitdikləri. Ümumiyyətlə gözəl. tərbiyənin ötürülməsində əsas o təsirli amil əməldir də. Bəli. Məsələn, bir şeyi əməli formada adam ötürsə, daha təsirlidir nəinki sözlə. Uşaq da baxır valideynin rəftarına, əməlinə. Bəzən deyirlər də hər bir uşaq ailəsinin güzgüsüdür. Bəli. Ailəsində gördüyünü cəmiyyətdə göstərir. Elədir, bəli. Yəni o əməllə, rəftarla birbaşa rabitəli məsələdir. Adam məsələn əksinə əməl eləsə, başqa bir sözdürsə, uşaqda da inamsızlıq yaranacaq və o əməli yerinə yetirməyəcək. Necə bu öz dediyinə əməl eləmir ki. Valideynlər təəssüf olsun ki, çox vaxt görürsən elə qaçırlar uşağı necə tərbiyə eləyin. Bu barədə kitablar alırlar, bu barədə konfranslara qulaq asırlar, videoları dinləyirlər. Halbuki onların ilk görməli olduğu iş öz münasibətlərini necə düzəldək, necə düzəltməlidirlər. Bu barədə gərək videoları daha çox izləsinlər, bu barədə kitablar mütaliə eləsinlər. Yəni özlərinə tərbiyə birinci gərək insan özü eləyir ki, cəmiyyət. Yanaşı da ola bilər ha, ancaq bu daha mühümdür. Bəli. Qadın-kişi münasibətləri daha mühümdür. O çünki övlad tərbiyəsinin qeyd elədiyim kimi 60%, bəlkə də ondan da yuxarı hissəsi bundan asılıdır. Bəli. Bu artıq aydın olur ki, ailə strukturunun dağılması nə qədər təhlükəlidir. Bəli. Yəni deyək ki, bir ailəyə cəmiyyətdə məsələn 4-5 nəfər üzv olan bir ailəyə aidiyyəti yoxdur. Ümumi bir cəmiyyəti təhlükəyə Sanki salır. gələcəyimizi dağıdırıq. Bəli, gələcəyimizi dağıdırıq. Bu İslam dini boşanmalara necə yanaşır? Biraz öncə Seyid qardaşımız da işarə elədi. İslam dininə görə boşanma, təlaq xoş qarşılanmır. Allahın ərşi titrəyir və s. Amma bəzən çarə olmur. Düzdür ki, İslam dini evliliyə təkid edir. Peyğəmbər sallallahu buyurur ki, "Ən-nikahu sünnəti fəmən rəğibə an sünnəti fəleysə minni." Nikah, evlilik mənim sünnəmdir. Hər kəs bundan üst çevirsə məndən deyil. Bu qədər təkid var. Yəni peyğəmbərdən deyil, yəni müsəlman deyil. Əlbəttə burada geniş izahlar da var. Mənəvi baxımdan. Bəli, bu işə təkiddir. Amma dediyimiz kimi bəzən ailələrdə davamlı surətdə zorakılıq halları baş alıb gedərsə, zülm baş alıb gedərsə, heç cür anlaşma mümkün olmazsa təlaq qaçılmazdır. Amma bir dənə məsələ var. Qurani-Kərim gözəl bir dənə model təyin edib biz üçün, daha doğrusu göstərir. O da budur ki, hər iki tərəfdən həkəm seçilsin, nümayəndə seçilsin. Əgər ailələrdə problem varsa, bir dənə xanım tərəfindən, bir dənə kişi tərəfindən nümayəndə seçilsin və bu nümayəndələr bu ailəni barışdırmağa çalışsın. Bizim xalqımızın da gözəl adət, ənənəsi var. Məsələn, ağsaqqallar işə qarışarlar. Hər iki tərəfdən ağsaqqal kimdir? Bunlara müraciət edərlər. Sanki həmən Qurani-Kərimin həkəm nümayəndə modelinin bizdə ağsaqqal formasıdır. Bəli. Yəni ağsaqqallıq məsələsi sanki Qurani-Kərimdən əxs olunmuş bir modeldir. Bu ağsaqqallar təcrübəli insanlardır, ürək yanan insanlardır və yaxud da ağbirçək də ola bilər. Bəzi məntəqələrdə elə ağbirçəklər ola bilər ki, təcrübəlidirlər, ürək yanandılar və problemlərin kökündən xəbərdardırlar və barışdırmağın yollarını da bilirlər. Bunlar gəlirlər hər iki tərəfdən. Bu ailələri barışdırmaqdan ötürü səy göstərirlər, öz böyüklüklərindən, öz ağsaqqallıqlarından bu yolda xərcləyirlər. Məqsədləri nədir? Məqsədləri budur ki, bu ailə strukturu dağılmasın ki, sabah cəmiyyətdə də müəyyən problemlər üzə çıxmasın. Əlbəttə, həmin həkəm prinsipini müxtəlif formalara salmaq olar. Bir dönəmdə misal üçün ağsaqqallar ola bilər. Lakin bəzən də təəssüflər olsun, görsən ağsaqqal özü gəlir kişiyə məsləhət verir, deyir ki, elə bunu boşasan yaxşıdır. Belə problemlərimiz də olur. Əlbəttə, burada ağsaqqallıq eləyə bilmir. Burada ağsaqqallar deyəndə
Hacının da əsas demək istədiyi mətləb, İslamın demək istədiyi mətləb müdrik ağsaqqallardır. Bəli. Bəzən bir məntəqənin axundu elə onun ağsaqqalıdır. Görürsən, çox da olur ha, şükürlər olsun Azərbaycanda kifayət qədər samballı bizim ruhanilərimiz var. Nə qədər ailələri bu cür təhlükədən qoruyublar. Həmin İslamın bu prinsipi əsasında. Çox aliyə gözəl şəkildə müdaxilə edib, öz hikmətli nəsihətləri ilə onları barışdıra biliblər. Bəli, mühüm nöqtələrə işarə etdiniz və ailə məsələsi çox mühüm məsələdir. Dağılması çox təhlükəlidir və bu dağılmanın da bir sıra amilləri var. Bəli, ola bilər xanım kişi arasında problemlər olsun. Axı bu problemlərin yaranma mənşəyi nədir? Bura bir sıra məsələlər var. Ən mühüm məsələlərdən biri son vaxtlar, son illərdə ölkəmizdə yayılan seriallar. Ailə dağılma, ailəyə təsir eləyir. Bəli. Qadın-kişi münasibətlərinə təsir eləyir. Bunlar səbəb olur ki, ailə dağılır. Yəni mənim sualım budur. Həqiqətən bir çoxları üçün bu qaranlıqdır və ya da bir çoxları bunu bilmək istəyirlər. Serialların ailə dağılmasında nə kimi təsirləri var? Yəni hansı meyarlar verir ki, bu serial insanlarda ailə təməllərini silkələyir, dağıdır. Bu necə cavablandıra bilərsiniz? Bunun neçə səbəbi var? Birincisi, ilk öncə elə biz özümüzdə aktual olan mövzudan danışaq da. Bildiyiniz kimi bizim televiziyalarda daha çox türk serialları yayımlanır. Və hər kəs böyüyündən kiçiyinə qədər hər kəs bunu deyir ki, türk serialları tərbiyəsizliyi, əxlaqsızlığı təbliğ eləyir. Və maraqlıdır, bir çox ölkələrdə, hətta Rusiya kimi bir ölkədə müəyyən bir yığıncaq keçirmişdilər, qərara gəlmişdilər ki, ailə strukturuna zərərdir bu seriallar və bəzi Avropa ölkələrində də və qadağan eləmişdilər bir müddət bu serialların televiziyada verilməsini. İndi təsəvvür eləyin, bu seriallar bizə neçə cəhətdən mənfi təsir qoyur. Birinci nədir? Birinci mənfi təsiri budur ki, biz erkən nicahla, aydın məsələ ki, bir çox yerlərdə erkən nicahdan qaçmağa çalışırlar. Bunun qabağını almağa çalışırlar. Lakin bir yandan da cəmiyyəti əxlaqsızlaşdırırlar. Təsəvvür edin, 8-9 yaşında bir qız türk serialları ilə böyüyür. Gündə azı 3 saat bu seriallara baxır. O seriallarda nə var? Əxlaqsızlıq, tərbiyəsizlik, xəyanətlər. Bu onun yetkinləşməsinə, erkən yetkinləşməsi ilə nəticələnir. Bir yandan deyirlər ki, biz istəyirik erkən nikahların qarşısını alaq. Digər yandan da elə işlər görürlər ki, gənclərin emosiyaları və yaxud cinsi ehtiyacları vaxtından öncə başlayır özün biruzə verməyə. Aydındır, bununla bu üst-üstə düşməyən bir şeydir. Mən maraqlı budur. Ailədə işarə eləyəcəz edə biləm. Ailədə bu elə bil ki, belə model həyat, belə nümunəvi bir həyat kimi göstərilir. Bəli. İdeal həyat belə deyək. İdeal həyat göstərilir. Bəlkə ona doğru qaçmaq üçün belə bir şey. Elə onu qeyd eləmək istəyirdim. Bunu buna gətirirdim ki, bu 9 yaşından bir qız uşağı əgər serialların qabağında böyüsə, seriallarla böyüsə, bunda nə baş verir? İlk öncə onda yanlış sevgi modeli formalaşır. Oğlanlarda belə deyil. Oğlanlar adətən seriala, bu şeylərə o qədər də maraq göstərmirlər. Müəyyən yaş dövründən sonra mən qızları ona görə vurğulayıram ki, onlar daha erkən düşünməyə, başa düşməyə, həyatı qavramağa daha tez başlayırlar. Və bu da onların bioloji quruluşu ilə əlaqədardır. Hə, ona görə həddi buluğa oğlanlardan yekişdən istifadə. Yəni indi bir qız uşağı 9 yaşından gündə 3 saat seriallarla böyüsə, artıq avtomatik onun zehnindəki sevgi obrazı kimdir? Həmin o qəhrəmanlar, seriallarda gördüyü qəhrəmanlar. Nə bilim, hündürboy oğlan, göygöz, uzun saç, meyarlar əvəz olur. Bəli, karyerası super, maşını yerində, hər şey yerində. Serialın təqdim elədiyi budur da. Səhər həmin qız
ona oxşar bir meyar görən kimi ona aldanacaq. Onun zehnində bu olacaq. Əgər bir şəxsdə bütün bunlar cəmlənibsə, bu mənim istədiyim həmin ailə həyatının belə deyək də təmsilçisidir, Həmin nümunəsidir. ağatlı oğlan budur. Həmin ağatlı oğlan budur. Halbuki o ağatlı oğlan onu 50 yerə çəkə bilər. Və biz valideynlər özümüz şərait yaradırıq bunu. 30-dur uşağı yanımızda, özümüz də baxırıq, uşağı da baxır. Bunda yanlış ideal formalaşır. Digər tərəfdən egoist sevgi modeli təqdim edir cəmiyyətə türk serialları. Yəni nə? Sanki həyat bu iki nəfərdən ibarətdir. Məsələn, serialda göstərirlər, qızdır, zəng eləyir, deyir ki, halım pisdir, gəl. Oğlan da müdir ofis, hamı yığılıb, həmin dəqiqə telefonu qoyur yerə, durur qaça-qaça, yavaş kadrla da göstərirlər, qapıdan çıxdı, maşına mindi, bunun halı pisdir. Aləm dəydi bir-birinə. İndi orada işçilər var, nə qədər məsələlər həll olmalıdır, cəmaatın maaşı həll olmalıdır, o olmalıdır, bu olmalıdır. İndi bununla böyüyə, bunu görən bir qız gələcəkdə həqiqi həyatda bunu axtaracaq. Gecə ata-anamı qoy işindən gəlməm. İndi sabah gəlib evlənəndə yazıq kişi gündə 8-9 saat işləməlidir. Səhər 7-də çıxır evdən, axşam 6-da 7-də gəlir evə. Hələ 6 bazar da işə çıxır ki, 2 qat maaş yazılır. Aydındır. Bu işin atıb gələ bilmir. İşin atsa işsiz qalacaq. Ailə dolana bilməyəcək. Plus gəl evə qaynana, baldız, müxtəlif problemlər, bu görür ki, bu televiziya serialda gördüyüm hara, bu hara, o ailə həyatıdırsa bu nədir? Bu ailə həyatıdırsa bəs o nə idi? Adətən elə ailədə böyük problemlər axırda da boşanmalarla nəticələnir. Boşanmalar. Sonu bura gəlib çıxır. Niyə? Çünki o zehnində qurduğu sevgi modelin görmür. O xəyallarla ailə həyatı qurmuşdu. Görür ki, yox, bu xəyallar 20 ildə, 30 ildə keçsə gerçəkləşən deyil. Əksini kişilər üçün də demək olar da. İndi biz çox vaxt xanımlardan misal çəkdik, əksini kişilər üçün də demək olar. Eyni olur ki, ideal bir xanım axtarır. Eyni il o seriallarda gördüyü şəxsləri axtarır. Ya tapa bilmir, ya onu bir müddət görür ki, yox, onun istəklərinə cavab vermir. Həmin onun formalaşdırdığı bir ideal şəxsi mən deyim də belə. Bir dəfə söhbət eləmişdim bu barədə. Bu serialların ən mühüm bir təsiri nədir burada? Bizim üçün nümunəvi şəxslərin yerlərini dəyişirlər. Eyni ilə bizim elə bu televiziyalarda verilən verilişlər kimi də bunlar da seriallardan geridə qalmırlar ki. Bunlar da elə ailə əxlaqını pozurlar da. Ailə əxlaqını pozurlar. Nümunələr əvəz olunur. O ki dediyiniz kimi kino qəhrəmanları 2 nəfər olur. Onlar bir növ nümunə əvəz edir. Biz deyirik ki, İslam bizə, Allah bizi yaradan Xaliq bizim ən yaxşı xüsusiyyətdir. Bilir də bizi bələddir. O bizi yaradıb. O bilir bizim üçün hansı nümunələri təyin eləmək lazımdır. O bizim üçün təyin eləyir. Kamil insan kimlərdir? Onlar onun təyin elədiyi nümunələrin qabağında gətirirlər bu seriallarda başqa bir nümunələr təyin eləyirlər və başlayırlar nümunələri dəyişməyə. Nümunələri dəyişdikcə insan hansı şəxsi özünə nümunə götürərsə onun kimi yaşayacaq. Təəssüf olsun ki, dediyiniz nöqtələr həqiqətən çox dəqiq və cəmiyyətin dərdinə dəyən nöqtələrdir. Ki cəmiyyətdə o naqislik, o nümunələr ki insanlara göstərilir, onlar ümumiyyətlə həqiqi həyatda qeyri-mümkündür. Necə ola bilər ki, bir insan hər tərəfli kamil olsun? Hələ onu qoyaq bir yana. O dırnaqarası qəhrəman, türk seriallarında göstərən qəhrəmanın gedin öz həyatına baxın. 3 dəfə, 4 dəfə evlənib boşanıb. Aləm də bir gün. Oynadığı rolu heç öz həyatında həyata keçirə bilmir. Bəli. Qaldı ki, hələ bir o modelin özü həyatda, real həyatda gerçəkləşə. Bəli, ona görə belədir. Ənənəvi və müasir dəyərlərin toqquşmasıdır. Ailə dəyərləri bizə nə öyrədir? Ailə dəyərləri bizə sədaqət öyrədir. Bağlılıq öyrədir. Baxın, işarə elədiyiniz nöqtədə o var idi. Ailə dəyərində bağlılıq var. Elə ataya, anaya hörmət var. Düzdür, ata-ana gərək indi toxunacaq məsələlərə. Ailə məsələlərində övladların ailə məsələlərində tədaxül etməməlidirlər. Amma bir hətta onların hörməti də öz yerindədir. Amma seriallarda bu tapdılanır.
Yəni bağlılıq aradan gedir. Sədaqət məsələsi. Kişi və xanım hər halda naqislikləri ilə bir yerdə bir-birlərinə sadiqdirlər. Evliliyin əsas məqsədlərindən biri budur. Bəli. Bu seriallar xəyanəti gətirirlər. Sədaqət aradan gedir. Ona görə bu gün cəmiyyət böyük bir problemlərlə üzləşib. Ona görə çalışmaq lazımdır bu seriallardan, bu mənfi mesajlar ötürən seriallardan uzaq durmaq lazımdır. Bəli, ailə daxili münasibətlərin modelləşməsi. Görürsən ki, seriallarda ailə məsələlərinə mənfi təsirlərdən biri də övlad tərbiyəsi haqqındadır. Bəli. Görürsüz, yəni seriallarda ailədə bizim dediyimiz kimi, məsələn, ailə ənənələrində, ailə sütunlarında bu idi ki, ana qayğıkeş kimi göstərilir. Ata məsələn fədakar bir şəxs kimi bir obrazı var. Övladın itaət, böyük saymaq bir obrazı var da ailədə, Bəli. həqiqi dəyərlərdə. Amma baxın seriallarda bunların heç biri yoxdur. Ata gücsüz kimi göstərilir. Ana daha çox evinə, çox karyerasına fikir verir. Övlad əslində ümumiyyətlə sərbəstdir. Heç kimi saymır. Və ailədə baş verən proseslərin 90%-dən evin rəisinin xəbəri yoxdur. Bəli, Evin seriallarda kişisinin xəbəri bəli yoxdur. çox mənfi nöqtələrdir bunlar. Həqiqətən Allah məsələn bu şeylərdə yardımçımız olsun ki, bunları bəyan eləyək və cəmiyyət məsələlərdən aşkar məsələlərdən məlumatlı olsun. Sizin nə kimi məsələn yanaşmamız var bu məsələyə? Elə demək olar əsas mətləbləri qeyd elədiniz. Mən də elə onları cəm eləsəm, belə deyərəm ki, bəli serialların əsas təsirləri ailə dəyərlərinin zəiflədilməsidir. Əlbəttə biz ümumi məsələyə ümumi baxmırıq. Məsələn, serialın janrından, məzmunundan çox şey asılıdır. Məsələn, Həzrət Yusif peyğəmbərə aid çəkilmiş serial kimi seriallar əgər verirlərsə efirlərdə, bu təbii ki, müsbət təsirini Bəli, qoyacaq. Bizim məqsədimiz mənfi yüklü seriallardır. Elədir. Ki, birbaşa nə bizim mentalitetimizlə uyğun gəlir, nə dinimizlə uyğun gəlir. Ümumiyyətlə milli mənəvi dəyərlərin ziddinə olan modellərin təqdimatıdır. Təbii də bizə xas olmayan, bizə aid olmayan janrların təqdim edilməsidir ki, biz bundan narahatıq. Ümumiyyətlə niyə bizim məsələn ailə dəyərlərimizi qüvvətləndirən, milli, dini prinsiplərimizə uyğun olan seriallar təqdim olunmur? Bizim suallarımızdan biri budur. Biz məsələn bəzi qədim filmlərimizə baxanda orada bugünkü filmlərə, seriallara nisbət çox məsələn müsbət halların şahidi oluruq. Böyük, kiçik münasibətləri, böyüklərin, kiçiklərin hərə öz yerini bilməsi və s. Təəssüflər olsun ki, bugün həm seriallar, həm filmlər, həm o komediya janrında olan verilişlərin özü birbaşa ailə dəyərlərinin zəiflədilməsinə xidmət edir. Təsəvvür edin, komediya janrında veriliş çəkirlər ki, insanlar gülsünlər. O halda çəkirlər ki, normal ailə, ailəvi şəkildə o komediyaları izləyə bilmir. O qədər tərbiyəsizlik. Bəli, bəli. Nə var güldürəcək. Əsli həqiqətdə bunlar şuuraltı mesajlardır. Bu serialların, bu verilişlərin arxasında duran müəyyən təfəkkürlərdir ki, bizim xalqımızın genini dəyişdirirlər. Bizim xalqımızın dəyərlərini dəyişdirirlər. Burasına görə diqqət edək. Və təəssüfləndirici məqamlardan da biri budur ki, bütün xalq bunlardan narazıdır. Türk serialları, Braziliya serialları, bu komediyalar və s. bizə mənfi təsir göstərir. Amma narazı ola hamıdan birincidə oturub bunlara baxırlar. Niyə birisi baxırlar? Çünki alternativi yoxdur. Bu da dəqiq nöqtələrdən. Alternativi yoxdur. Cəmiyyətə alternativ təqdim olunur. Bəli, təqdim olunur. Bunun çox təəssüflər olsun ki, onlar ki medialarındadır, bunu eləmirlər və görsənir ki, eləməyəcəklər. Çünki bilərəkdən bu serialları, bu komediya verilişlərini hazırlayıb meydana ərsəyə gətirənlər elə bu dediyimiz medialarında olan şəxslərdir. Bir sözlə gərək öz başımızı özümüz çarə qılaq. Bəli, elə. Məsələ burasındakı alternativ yolların da qapısını bağlayıblar. Bəli. Azərbaycan xalqı alternativ yollardan xəbər tuta bilmir. Sanki burada da bir dənə inhisarçılıq var. Adi bir şey diqqətinizə çatdırım. Ümumiyyətlə Qərb filmlərində, Türkiyə serialları, filmləri də o üslubdan təsirlənib. Yəni oradan götürülmə şeylərdir. Həyat tərzləri də elə oradan götürülmə həyat tərzləridir. Qərb modelində sevgini çatdırmaq üçün o sevginin ən pik nöqtəsi, yəni axırda bunların bir-birinə
qovuşmağıdır. Bunların hansısa münasibətlərdə olmağıdır. Şərqi modelində sevgi əslində hicrandır. Hicranın bitməyidir. Bu hicranın bitməyini çatdırmaq üçün də şərt deyil cütlər bir-birinə toxunsun, təmas eləsin. Həzrət Yusif filminə baxın. Orada xəyanətdə çatdırılıb. Qovuşmaqda çatdırılıb. Hicranın bitməyi də çatdırılıb. Ancaq bir dənə xanım bir kişiyə təmas, zərrə qədər təmas eləmir orada. Hər bir dəyərlərə riayət olunur. Yəni hansı formada sevgini insanlara çatdırırlar? Bu mühümdür. O çox önəmlidir. Sevgi, Quran da Həzrəti Yusifin əhvalatından danışanda görürsən, elə formada danışır ki, hisslər təhrik olmasın. Bu çox önəmlidir. Ustalıq budur, filmdə ustalıq budur. Sən hissləri təhrik eləmədən, mənfi təhrik eləmədən, şəhvət, qarşı tərəfin şəhvətin oyatmadan sevgini ötürə biləsən, hicranı ötürə biləsən. Bu çox önəmlidir. Bizim model, bizim şərqin modeli budur. Bizə uyğun olan model budur. Müsəlmanlara uyğun olan model budur. Biz bunu filmlərimizə tətbiq etməliyik. Öz başına çarə qılmayan qərbi gətiriblər, bizim üçün nümunə eliblər. Bir də seriallardan böyük problem dəbdəbəli həyat sürmək. Görürsən ki, qəşəng lüks həyatları var. Amma bu deyil qeyri-mümkün bir şeylərdir. Artıq xəyali bir şeylərdir. Həqiqətdə yəni bu çox çətinliklə ələ gələn bir şeydir. Seydin toxunduğu nöqtəni xülasələşdirsək, belə deyərik ki, sanki qərb heyvani istəkləri aşılayır. Bəli. Amma şərq aləmi ülvi məhəbbətdən söhbət açır. Bəli. Ki bunlar əfsuslar olsun ki, aradan gedir. Seriallar da bəli, bu ki təsirlər qoyur. Dövrümüz internet dövrüdür. Artıq sosial şəbəkə çox inkişaf eləyib. Hər bir evdə internet var. Hər kəsin əlində, ailə üzvü 5 nəfərdə, 4 nəfərin əlində telefon var. Artıq sosial şəbəkələrə giriş məhdudiyyətsizdir. Ona görə bu sosial şəbəkələr də ailədə böyük təsirlər qoyur. Ailə sütunlarını silkələyir. Ailə strukturunun, ailə məktəbini nəsil aradan apar. Ümumiyyətlə aradan apar ailə məktəbini. Bunun necə təsirləri var? Sosial şəbəkələr də həmçinin biz əlbəttə danışırıq. Hər bir belə deyək, portalın həm müsbət cəhəti var, həm mənfi cəhəti. Lakin insanlar hansı tərəfə yönləndirsələr, hansı tərəfə istiqamətləndirsələr, o tərəf daha çox özün biruzə verir. Biz baxırıq sosial şəbəkələrin daha çox hansı yönlə cəmaatı yönləndirirlər. Fəsad. O yerlər ki, fəsadla nəticələnir. Məsələn, süni intellekt dövrümüzün ən müasir texnologiyalarından biridir. Bəli. Cəmaat əksəriyyət görsən ondan necə istifadə edir? Gülməli nəsə videolar düzəldilər, bu. Ondan o qədər sahələrdə istifadə eləmək olar. Cəmiyyəti ara yönləndirirlər. Bayağı şeylər. Ancaq bayağı şeylər. Bayağı xəbər, məlumatları paylaşmaq, bayağı filmlər hazırlamaq, cəmiyyəti artıq bu süni intellekt biz faydalıdır yoxsa faydasız? Əgər bu cür istifadə olunsa faydasız. Nə faydası var bizə? Lakin o təyinatı üzrə istifadə olunsa, o şəkildəki pərdə arxasında olanlar o formada istifadə edir ondan. O formada istifadə olunsa, insanların, cəmiyyətin tərbiyəsi, inkişafı və mənfəəti uğrunda istifadə olunsa çox faydalıdır. Sosial şəbəkələr də eynən belədir. Təəssüflər olsun günümüzdə sosial şəbəkələr də bizim ailələrimizə böyük zərərlər vurur. Bunların, bu zərərlərdən ən mühümü cütlər bir-biri ilə daha az vaxt keçirir. Kişi evə gəlib, xanım telefonda, kişi süfrə arxasında əyləşiblər, hərəsi bir telefon əlində. Təəssüflər olsun. Ünsiyyəti azaldıb. Ailədə ünsiyyətin azalmasına səbəb olub. Qadın kişi ilə gün ərzində 20 dəqiqədən çox danışmır. Və belə bir statistika da var ki, 5 ildən çox ailəli olan şəxslər hesablamalar əsasında deyirlər ki, gün ərzində 20 dəqiqədən çox söhbət eləmir bir-biri ilə. Danışmağa mövzuları yoxdur. Ən yaxşı halda bu əlindəki videonu gətirib ona göstərir ki, bax filan video çıxıb qabağıma, buna bu videonu. Hələ o da olsa böyük şeydir. Bir bu ailələrin soyuması. Ailədə ünsiyyət azaldıqca aydın məsələdir. Ailələr bir-birinə qarşı soyuyacaq. Bir-birindən zövq ala bilməyəcəklər, ünsiyyətdən zövq ala bilməyəcəklər.
İkinci məsələ zamanın əldən çıxmasıdır. Zamanı düzgün tarazlamamaqdır. Məsələn, qadınla kişi bir-biri ilə vaxt keçirməsi üçün gərək eyni vaxtda yatalar, təqribən eyni vaxtda da duralar. Məsələn, kişi saat 12-də yatır, səhər 7-də durub getməlidir işə. Düzdür? Bəli. İndi bir xanım əgər telefondan əlini çəkməsə, gecə 3-ə qədər o telefonda olsa, aydın məsələdir. Kişi işə gedən vaxt o xanım onu durub yola sala bilməyəcək. Və lazımı vaxtı həyat yoldaşına ayıra bilməyəcək. Gecə 3-də yatan biri o yuxudan almalı olduğu enerjini ala bilməyəcək. Gün ərzində elə o yorğunluq, o narahatlıq həmişə ondan olacaq. Bu da sosial şəbəkələrin başqa bir təsiridir. Və ən böyük təsiri, ən mənfi təsiri mən bunu deyərdim. Əlbəttə xəyanətlər, bəzi şeylər bunları da qeyd eləmək olar, lakin güvənsiz yaradır. Buna toxunmaq istəmirəm, bunu qeyd eləmək istəyirəm. Müqayisə. Müqayisə meydana gətirir. Təsəvvür eləyin, adətən sosial şəbəkələrdə daha çox vaxt keçirənlər kimlərdir? Xanımlar. Çünki evdə olurlar, kişilər iş şəraitində istər-istəməz o vaxtları məhduddur. Bəli, ondan sonra da işdən gəlirində ailə ilə biraz vaxt keçirir, biraz yer dostlarla nisbətən az vaxt keçirirlər. Lakin daha çox vaxt keçirənlər kimlərdir? Xanımlar. İndi bu xanımlar baxır həyatlara, məsələn, hansısa kanallara üzv olub, hansısa blogerlərin kanallarına baxır ki, onlar gündə bir istirahət mərkəzindən, oradan, buradan, öz həyat yoldaşı ilə gəzintilərindən, hər yerdən bir dənə video paylaşır. İstər-istəməz öz həyatını onların həyatı ilə başlayır müqayisə eləməyə. Onlar hardadır, mən hardayam. Sonra baxır o xanıma deyir ki, bu heç layiq deyil bu həyata. Mən abırlı, həyalı bir xanım, mən layiqəm bu həyata. Bəs mənə niyə bu həyat verilmir? Bəzən Allahı qınayır, bəzən həyat yoldaşını qınayır. Başlayır müqayisə eləməyə. Özü də bilmədən bu müqayisələr həyatda problemlər yaradır. Həmçinin kişilər də. Məsələn, bir kişi telefonda gəzdiyi zaman nə şəkildə xanımlar onun qarşısına çıxır? Və başlayır o xanımlarla öz həyat yoldaşını müqayisə eləməyə. Ən böyük zərərlərdən biri budur sosial şəbəkələrin. Yersiz müqayisələrə səbəb olur. Və bu da ailədə istər-istəməz depressiya, ruhdan düşmək, söz-söhbət bunlara gətirib çıxarır. Ailədə bu problemlərlə nəticələnir. Evet, real həyatı gətirirlər, virtual həyatla birləşdirirlər də. Çünki orada olanların məsələn əksəriyyətini görürsən ki, belə deyək də, sən öz həyatınla onları müqayisə eləmə. Çünki bu virtual şəbəkədə çıxır, bu şeyləri göstərir. Bunun əvvəl bax müqəddiməsi var da. Bunlar nə ilə məşğul olublar, necə çatdıblar məsələyə. Adi çox məsələlər var. Məsələn bir müğənnidir, danışır. İndi gözəl həyat yaşayır, özünə görə hər bir şeyi var zahirən və deyir mən bura çatana qədər danışığın çıxışında deyirdi ki, bir verilişdə müsahibə verir. Deyirdi ki, neçə dəfə mənə təcavüz olunub. Təsəvvür edirsiniz bu xanım. İndi bunu əldə eləmək üçün belə bir problemlərlə qarşılaşıb. Halbuki həmin xanımı qaytarsan keçmişə, denən razısan, yenə o halı yaşayasan, yenə bu şeylərə və yenə bunlara razı olmaz. Ancaq təəssüflər olsun, telefon qarşısında olan baxır onun həyatına, öz həyatını onunla müqayisə edir. Onun əldə elədiklərini əldə eləmək istəyir. Yəni belə deyək də, insan həyatında o əlində olan şeylərə görə dəyər versin. Bəli. Onları zənginləşdirməyə çalışsın. Təəssüflər olsun, Və bu sosial üzr istəyirəm. Yəni bu əlindəki, məsələn bu indi kişi ilə həyat yoldaşıdır, yəni həyat yoldaşı ilə ailə qurub, məsələn övladı var. Məncə bu şeylərdə baxır, bunun yaxşı bir şeylərin özün hətta yəni baxması yaxşıdır. Əgər baxırsa, bu şeylərdən nümunə götürüb bəzi yaxşı şeylərin nümunə götürüb öz həyatında tətbiq eləsin, bu məqama çatsın, bəli. Nəinki bunlarla onu müqayisə edib bunları alçaltsın. Bu təəssüflər olsun, zehnin işidir. İstər-istəməz əgər biri dayanmadan bu şeyləri izləsə, istər-istəməz zehnin müqayisə edəcək və öz həyatı onu qane etməyəcək. Həyatda da insan qane olmaq hissini əldən versə, artıq heç yerdə xoşbəxt ola bilməz. Əslində sosial şəbəkələr biz insanların xoşbəxtçiliyini əlindən alır. Biz insanların xoşbəxtçiliyini oğurlayır. Biz özümüz də bunu hiss eləmirik.
Lakin bunların böyük təsiri var bu Əlbəttə şeylərdə. çox nüfuz eləyib, çətindir bunun qarşısını almaq. Yəni də seriallardakı kimi. İnsanlar Gərək gərək bəzi özünü idarə altı- eləsin. İnsanlar özünü idarə eləsin. Çünki bir söz də deyək də, bu məsələdə mütəxəssislər işləməlidir. Bəli, bəli. Niyə? Çünki seriallarda dediyimiz artıq əlimizdən çıxıb. Məsələlər artıq açıq-aşkar da əlində telefon var, rahat girirsən. Bu gərək bunun üçün bir sıra alternativ kanallar, bir sıra işlər görülməlidir ki, Maariflənmə işləri, maariflənmə bəli işlər görülməlidir ki, bunlar məsəl üçün buna baxanda buna da baxsın. Daha çox çünki insan Bəli. fitrəti onun fitrətinə uyğun hərəkət etmək lazımdır. Bir də bunu qeyd edeyim. Biz telefonsuz yaşamağı, sosial şəbəkələr olmadan yaşamağı həyatımızda, gündəlik həyatımızda hər gün məşq eləməliyik. Ən yaxşı fürsətlərdən biri bilirsiniz nə vaxtdır? Elə cütlər bir-biri ilə yemək masası arxasında oturan zaman telefonları götürün, qoyun qırağı, məşq eləyin. Qoyun kənara, bir-birinizlə ünsiyyət qurun, Heç danışın. olmasa, heç olmasa yemək yeyəndə. Ən azı namazda biz telefonumuzu qoyaq kənara. Allahla münasibətimizdə telefonumuzu qoyaq kənara. Bizə ehtiyac yoxdur. Telefon o mesaj gəlməyəcək ki, bizə namazın qəbul oldu, qəbul olmadı. Bunu qoy kənara, Allahla ibadətini qur. Gör hələ nə qədər sən bundan asılısan, onda hiss eləyəcəksən asılılığını. Nə qədər telefondan asılı olduğunu. İki namazın arasında görəsən əlin gedir telefona. Birdən-birə düzəlməyəcək. Lakin zamanla biz həyatımızda bunları məşq eləsək, artıq görəcəyik ki, yavaş-yavaş lazım olan yerlərdə bu sosial şəbəkələri, telefonun zərərli vərdişlərin həyatımızdan çıxartmağı bacarırıq. Bəli, gərək Mühüm- çalışma lazımdır. Mühüm məsələlərdən biri budur ki, biz o məşqləri davamlı şəkildə eləyək. Bir də özümüzə müəllim olaq. Belə deyək də, özümüzə yazığımız gəlsin. Bəli. Hə, belə deyirlər. Valideynlər uşaqlara deyirlər, özünüzə yazığın gəlsin. Özümüz üçün vaxt təyin edək. Məsələn, mən gün ərzində 1 saat, yarım saat, 2 saat, indi insanlardan fərq edir də. Bəzi insanlar müəyyən qədər daha çox çalışmalıdırlar, amma onlar da məhdudiyyət qoymalıdırlar. Mən belə başa düşürəm ki, hamımıza aid olan məsələdir ki, Bəli. sosial şəbəkələrdə vaxt məhdudiyyəti özümüz üçün təyin eləməliyik. Bu vaxt məhdudiyyətini keçməyək. Zərurət Bəli. onda heç, amma normalda bu vaxt məhdudiyyəti çərçivəsində bu sosial şəbəkədən istifadə edək. Yoxsa bir də ayılacağıq ki, normal şəkildə övladımıza vaxt ayıra bilməmişik deyə övladımız bizim övladımız deyil. Bəli. Həzrəti Nuhun övladı idi, amma Allah dedi ki, o sənin əhlindən deyil. Hə. Bu bir dənə ideologiyada hələ nəzərə alaq ki, o bir peyğəmbər övladı idi. Qaldı ki, bizim balalarımız. Quran-Kərim bu mətləbdən danışarkən bizə həm də bunu çatdırmaq istəyir ki, övladlar üzərində vaxt qoymaq mühümdür, zəruridir. Ümumiyyətlə sosial şəbəkənin barəsində ali rəhbərimizin çox dəqiq bir cümləsi var. Buyurur ki, sosial şəbəkə darvazaları, qapıları olmayan bir şəhərə bənzəyir. Yəni nə? Təsəvvür edin, bizim evimiz var, qapısı yoxdur. Qapıdan kənarda da təhlükəli heyvan var. Məsələn, canavar gəzir, qurd gəzir. Biz nə qədər ehtiyatlı olacağıq həmin anda? Evin qapısı yoxdur, küçədə də canavar, qurd, bu qədər təhlükəli məxluq. Sosial şəbəkələrdə biz bu cür yanaşmalıyıq. Sosial şəbəkənin qapısı yoxdur. Həmçinin sosial şəbəkələrdə canavarlar var, qurdlar var ki, hər an hazırdılar bizim dəyərlərimizə hücum eləsinlər. Onda Hər belə an- çıxır ki, yəni biz ailə məsələlərində, sosial məsələlərdə ailə daxili gərək idarəçilik olsun. Mütləq və zəruridir ki, biz ehtiyatlı olaq, müğayət olaq. Necə ki, həmən anda biz canavar evə girməsin deyə gecə-gündüz onun keşiyində durmalıyıq. Burada da keşikdə durmalıyıq ki, bizim ailə üzvlərimiz sosial şəbəkənin canavarlarının əlinə keçməsin. Bəli, bəli. Təəssüflər olsun ki, biz bu halların şahidi oluruq. Azərbaycan xalqının gözəl adət-ənənələrini, ailə dəyərlərini əsas etibarilə bu gün elə sosial şəbəkələrlə məhv eləyirlər. Həmin o canavarlardır, həmin o qurdlardır ki, hücum eləyir ailənin dəyərlərini, ailənin övladlarını, ailənin üzvlərini oğurlayır, aparır. Ona görə mühüm və dəqiq nöqtələrdən biri də budur ki, biz gərək keşikçi qismində ailə başçısı olaraq daim nəzarət eləyək. Əksi böyük fəsad. Bəli, nəzarət olmalıdır. Hətta bunu qeyd edeyim, son vaxtlarda artıq dünənə qədər seriallarla, bəzi fəsad filmlərlə bu işi görürdülərsə, artıq
belə deyək də, intellektual verilişlərlə də bu işi görməyə başlayıblar. Müəyyən zahirən intellektual sayıla biləcək bir proqramlar qururlar, verilişlər qururlar. Üzvləri kimdir? Feminizm düşüncəsinin sahibləri. Bəli. Qadınlara nə aşılayır? Hədsiz azadlıq. Hədsiz azadlıq və qərbin təfəkkürü. Əgər ailədə xoşbəxt deyilsənsə, sənin mənfəətivi ailə ödəmirsə, ayrıl, get özünə xoşbəxtçiliyi tap. Heç hədsiz azadlıq bəli. heyvanlarda yoxdur. Bəli. Məhdudiyyətsiz fərdlilik həyatı Bəli. belə deyək. Və bunu deyim, bu bir ara üzr istəyirəm, bir ara feminizm təmsilçilərinin bu ideologiyanı təbliğ edən şəxslərin fəaliyyəti zəifləmişdi. Ölkədə fəaliyyəti olduqca zəifləmişdi. Alternativ neynədilər? Alternativ bir dənə qüvvələr yaratdılar, qıcıq yaradacaq qüvvələr. Bəzi şəxslər çıxdı psixologiya adı ilə, kapital dəyərlərinə, iqtisadi çıxışlar, müxtəlif bu formalarda başladılar qarşı tərəfdə qıcıq yaratmağa, bilərəkdən. Müəyyən sözlər dedilər, zahirdə kişilərin tərəfini tutan sözlər. Neynədilər? Bununla təzdən yenə feminist cərəyanlara qıcıq yaradaraq onları meydana saldılar. Eynən sanki bütün ölkələrdə müxalifət var da. Qərbin nəzarət elədiyi ölkələrdə müxalifət nə üçündür? Müxalifət bunun üçündür ki, Qərbin iqtidar üzərində qoyduğu planları icra eləsin. İcra eləmədiyi təqdirdə müxalifət vasitəsilə ona təzyiq eləsin. Yalançı müxalifət. Yalançı müxalifət. Yəni bunun üçündür. Müxalifətin başqa rolu yoxdur. Bir yerdə ki, iqtidar artıq Qərbin bütün maraqlarına tam zid getsə, onda da müxalifətdən istifadə edirlər. Nə üçün? O iqtidarı aradan aparmaq üçün. Necə Gürcüstanda hal-hazırda belə bir cəhdlər var. Sözüm nədədir? Yəni bəzən də biz görürük, Qərb təfəkkürü görəndə ki, ölkədə zəifləyir, alternativ şəxslər meydana atırlar. Onların işi nədir? Katalizator rolunu oynayır, qızışdırır, meydanı qızışdırır. Qıcıq yaradaraq təzədən bu cəbhəni meydana çəkir. Bu da özü bir dənə planlı şəkildə qabaq. Bəli, proqramlı şəkildə görülən işlərdə hər biri də hesablanıb nəyə? Qərb təfəkkürünün ölkədə hakim olmasına. Buna görə də Azərbaycan xalqı əl-ələ verərək, ziyalısından tutmuş uşağına qədər əl-ələ verərək bu problemi həll eləməlidir. Yəni bunda da cəmiyyətimiz artıq görməlidir ki, ailə dəyərləri gör nə qədər mühümdür və İslam dinində buna çox əhəmiyyət verir. Nə qədər mühümdür ki, bu qədər maya qoyulur bu işə. Bəli, bu qədər ümumiyyətcə biz əvvəldən elə sadaladığımız seriallar məsələsi, sosial şəbəkədə həmin məsələlər, sizin vurğuladığınız məsələlər və ondan qabaqki bəzi qərb mədəniyyətinin nümunə kimi göstərmə. Bunlar hamısı dediyiniz kimi, bunların hamısına kömək olunur, bunlar təbliğ olunur ki, ailə dəyərləri aradan aparılsın. Əlbəttə ki, bu yönlü məktəblər tərəfindən bunlar bunlara deyir ki, elə təbii fikirlə görürük də bu boşanmaların əksər qeyri-təbii haldır. Yəni İslam boşanma qoyub mən istədiyim vaxt boşana bilərəm, yox. Hacı da işarə elədi, bu zəruri vaxtlar üçündür boşanmalar. Bu qeyri-təbii boşanmalar səbəb olur ki, bunun pərdə arxası prosesləri var. Bu proseslərin də elə nümunələri zahirdə görsənləri seriallardır, sosial şəbəkədə olan bəzi fəsadlardır, çox fəsadlardır. Məsələn, fəsad televiziya kanallarımızda fəsad verilişlərinin yaradılmasıdır. Həmin komediya verilişlərinin ailədə mənfi təsirlər göstərməsidir. Bunlar göstərilir ki, bunlar eyni cəhbədən idarə olunur, ailə dəyərlərini aradan aparmaq üçün. Hətta bəzi dırnaqarası ictimai xadimlər də biz deyərdim, bu işdə biraz da onlar köməklik eləyirlər. Təəssüflər olsun. Müəyyən qadın azadlığı, müxtəlif mövzularda qoyulan QHT-lər tərəfindən qoyulan tədbirlərdə onlar da gedib bu mövqedən çıxış edirlər. Halbuki biz bunun görürük ki, bu format ailə strukturunun dağılması ilə nəticələnir. Ölkədə boşanma hallarını çoxaldır. Və biz də gedirik sanki bu mövqedən çıxış eləməklə bir daha cəmiyyəti aydınlaşdırmış olmuruq. Burada qadın azadlığın, bu İslamın qadına verdiyi dəyəri biz ötürmüş olmuruq əslində. Əslində onların görmək istədikləri işə təkan vermiş oluruq. İslami bir paltar geyindirməyə çalışırıq. Bəli. Onun Seyidin buyurduğu qadın azadlığı əsl həqiqətdə nəyə bənzəyir? Bir dənə tülküdür, gəlib toyuq hininin qarşısında durub şüar verir.
ki, siz toyuqlar azad olmalısınız. Siz toyuqlar niyə bu xoruzun ətrafında birləşmisiniz? Bəli. Siz gərək hər biriniz azad yaşayasınız. Halbuki bu tülkünün məqsədi nədir? O toyuqlardan bir-bir kənara çıxsınlar və nəhayətdə onları parçalayıb yesin. Bəli. İndi bu qadın azadlığı deyənlərin əsl həqiqətdə məqsədi bundan ibarətdir ki, bizim ailələrdə olan xanımlarımızı, balalarımızı ailələrdən çıxartsınlar Özlərinə qul və kölə və eləsinlər. özlərinə Yəni pərdə üzdə görsənən azadlığın pərdə arxası qul və köləlikdir. Bəli, Bəli. əsl həqiqətdə budur ki, bunlar istismar eləmək istəyirlər. Bəli. Nəinki qadınlara azadlıq vermək istəyirlər. Boşanmalara da səbəb olan mühüm məsələlərdən biri də evliliklə bağlı yanlış düşüncə və ənənələrin olmasıdır. Bəli, bəli. Yəni bu mühüm məsələdir. Amma Bəli. bizim cəmiyyətimizdə çox inkişaf eləyib məsələ. Bəli, bu barədə yaxşı vurğuladınız. Önəmli məsələdir. Bunun da ailələrin dağılmasında mühüm təsiri var. Əlbəttə bundan öncə qeyd etdiyimiz məsələlər daha çox təsir qoyur. Bu elə bil onların belə deyək də nöqtəsini qoyan amillərdən biridir. Məsələn bizim bir dənə düşüncəmiz var. Adətən evlənən cütlüklərə belə sözlər deyirlər də. Deyirlər ki, əsas ailədə xanımla kişi arasında əsas olan hörmətdir. Sevgi zamanla gedər, hörmət isə yerində qalar. Əslində çox yanlış sözdür. Əslində sevgi hörmət gətirir. Sevgidən hörmət yaranır. Bəli. Sevgi olmayan yerdə hörmət yoxdur ki. Məsələn biri deyir, mən qonşumdan zəhləm gedir, ancaq ona hörmət edirəm. Deyirəm, necə ola bilər? Deyir ki, çox düz danışan adamdır. Deyirəm, hə, deməli o düz danışma xüsusiyyətin onda sevirsən, bəyənirsən, buna görə hörmət eləyirsən. Və yaxud da seyid ola bilər ki, məsələn, onun şərrindən qorxur, hörmət eləyir. Bəzən də belə olur. Bəli, bu da qorxaqlıqdır. Hə, məsələn, istəyir ki, onun Sevgi şərri mənə bir gəlməsin, hiss olduğu hədislərimizdə kimi də var da. nifrətdir. Bəli, Salam verir, keçir ki, bunun şərri məndən uzaq Bəli, olsun. bəli. Amma siz dediyiniz kimi o biri məsələdə sevgi müdür? Bəli, bəli. Adi bir məsələn biri müdürün sevir. Niyə bu ehtiyacı var axı ona? Pul gəlir, ayda pul gəlir. Buna sevgi deməzlər ki, bu bir növ yaltaqlıq, bir qismdə qorxaqlıq. Hə, bəli, hörmət deyil. Hörmət elə odur ki, sevgidən doğar. Sevgidən yarana. Sevgi olmadısa hörmət də yoxdur. Və digər tərəfdən Allah da bunu Quran-Kərimdə buyurur. Və cəalə beynəhum məvəddətən və rəhmə. Rum surəsi 21-ci ayədə Allah belə buyurur və deyir onları evləndirin. Mən onlar arasında məhəbbət yaradaram. İslami baxımdan məhəbbət sonradan yaranan bir şeydir. Nəinki aradan getməyə qoyuruq bir kənara. Maraqlısı budur ki, bu Allah tərəfindən qərar verilir. Bəli, bəli, bəli. Heç deməli bir ilahi bir nöqtə var, ilahi bir nişanə var. Əslində əvvəldən də heç olmalı deyil. Sən o sənə yad, sən ona yad, sən onu sevmək üçün gərək nəsə bir müqəddimə, bir işlər ola da. Aradakı bu o müqəddimələri də bir çox hallarda İslam bəyənmir, bəzi müqəddimələri. Bir də o ki vurğuladınız, bu ki ilahi bir hədiyyədir. Bu bəylə xanımın arasında, deməli bunda davamiyyət var da. Bəli, bəli, bəli. Bu qurtarmamalıdır. Həqiqətdir. Nə qədər deməli bəli. ilahi rəng çox olarsa bu ailədə, deməli bu da çox olacaq. Elədir, düzdür. Hə indi bunu deyirəm. Bir ağsaqqal təsəvvür elə, ağsaqqal, bircə təzə evlənən gəncə bunu aşılayır. Elə kim gəlir deyir ki, əsas hörmətdir. Səhv. Yanlış düşüncədir. Bu düşüncə İslamın düşüncəsinə tamamilə ziddir. Elə evlilikdə əsas sevgidir. Bir ailədə sevgi yaranmırsa cütlər arasında, İslami baxımdan xəstə ailədir. Müalicəyə ehtiyacı var. Xəstəliyi müalicə eləyərlər də. Xəstədir deyə adam gedib özünü öldürməz ki. Gedər müalicə eləyər. Xəstəlik ola bilər, ailələrdə problemlər ola bilər, sadəcə gərək müalicə olunsun. Bu problemlər aradan qalxsın. Başqa bir məsələdə qaynana və qaynataların yersiz müdaxiləsi. Bu hər tərəfdən, istər oğlan tərəfdən, istər qız tərəfdən fərq eləmir. Ailəyə çox vaxt görürsən ki, yersiz müdaxilə eləyirlər. Bəzən ailədə qərar qəbul olunur. Gənclər istəmir bu işi görsünlər. Qaynata deyib, biz dedik belə də olmalıdır. Aydın məsələdir, bu gənclər ailə kimi formalaşa bilməyəcək. Və yanlış ənənələrdən biri də budur, adətən gəlinin sözünə ailədə fikir verilməz. Görürsən, ata, ana, oğul əyləşib qərar qəbul eləyib, heç olmasa hörmət əlaməti olaraq gəlinə də demək olar da, qızım, sənin fikrin nədir bu barədə?
Ən azı bunu eləmək olar da. Artıq gəlin də xanım da ailədə görür ki, yox, bunun fikrinə dəyər verən yoxdur, özünü dəyərsiz hiss eləyir. O ailəyə yad hiss eləyir. İstər-istəməz o ailədəki birlik aradan gedir və bu yanlış düşüncə, təfəkkür tərzidir ki, biz gərək bundan canımızı xilas eləyək. Yoxsa ailələrdə heç vaxt isnişmə baş verməyəcək. Evliliklə bağlı biz də bir məsələyə toxunmaq istəyirik. Ali rəhbərimizin çox dəyərli bir cümləsi var. Buyurur ki, evlilik böyük bir ilahi nemətdir və hər bir nemətin şükrünü eləmək lazımdır. Bu nemətin şükrü də budur ki, evlilik bağını möhkəm saxlamaq lazımdır. Yəni evlilik ilahi bir nemətdir. Bunun şükrü isə bu evlilik bağının möhkəmliyidir. Rəhbərimiz buyurur ki, bu bağı, bu evlilik bağını yersiz söhbətlərlə, lazımsız xərclərlə, o cümlədən əsassız istəklərlə zədələməyin. Bu mühüm məsələdir. Ailə dəyərlərini dağıdan yersiz söz-söhbətlər. Bəli. Ya lazımsız xərclər, ya məsələn yersiz istəklər. Görürsən ki, məsələn xanım kişidən bir şey istəyəcək, halbuki kişinin buna qüdrəti çatmır. Bəli. Amma bu istəyir. Yox, filan kəsdə var, məndə də olmalıdır. Filan kəs məsələn bahalı telefon işlədir, mən də gərək onu işlədim. Bahalı geyinir, gərək mən də. Bahalı maşın sürür, ümumiyyətlə maşın sürür, gərək mən də. Bu və ya digər yersiz istəklərlə rəhbərimiz buyurur ki, ailə modelini, evlilik bağını zədələməyin. Bu çox mühüm məsələdir. Yəni biz istəyirəm ailə dəyərlərindən biri də qənaətlikdir də. Qənaətlik ailə dəyərlərindən hesab olunur. Ailəni möhkəm saxlayan, əsaslardandır. Qənaətçi olmaq, o cümlədən qarşı tərəfi başa düşmək, qarşı tərəfi anlamaq, yəni ailəni nə möhkəm eləyə bilər? Bəli. Qarşılıqlı məhəbbət, qarşılıqlı etimad, o cümlədən də dost olmaq, sirdaş olmaq. Yəni kişi və xanım bir-birindən dost olmalı, həmrəy olmalıdır. Sirdaş olmalı. Dostluğun əlaməti nədir? Bir-birlərinə keçərlər. Bir-birlərini sıxmazlar. Bir-birlərini məcbur eləməzlər. Güzəşt eləyərlər. Bir-birlərinə güzəşt eləyərlər. Məsələn, bəzən görürsən ki, yersiz bir dənə adətdir, gərək sən bunu eləməlisən. Bizim rayonda, bizim kənddə, bizim şəhərdə bu adət var, mütləqdir ki, sən bunu eləməlisən. Bu yersiz istəklər ailəni dağıdan əsas məsələlərdəndir. Bu başqa mühitdə böyüyüb, sən başqa mühitdə böyümüsən. Bu bunu eləmək istəmir. Sən buna niyə zor tətbiq eləyirsən? Ümumiyyətlə bu tətbiq elədiyin şeyin əsası var. Əsası budur ki, ona Allah deyir, peyğəmbər deyir, imam deyir. Hansısa bir kəndin, şəhərin, rayonun adəti qanun deyir ki, qarşı tərəfdə bunu eləsin. Həm də zülmdür bu, bir mənada zülmdür. Əksinə insanlar səfa, səmimiyyət, məhəbbət, mehribançılıq bu kimi şeylərlə ailələrini möhkəmləndirməyə çalışmalıdır. Buyurduğunuz kimi sözə qüvvət edirəm. Sadə, yəni həyatımızda sadə həyat tərzini tətbiq eləyə bilsək, çox problemlərimiz həll ola bilər. Ümumiyyətlə ürfümüzdə belə bir toy məsələsi də var da. Yəni bu bahalı toy keçirmək, toy məsələsinə olan həssaslıq, ağır mehriyələrin özü bu işlərin qarşısını alır. Elə ailə qurulmamışdan təsəvvür edin, ağır mehriyə tələb olunur. Elə zədənin biri buradan vurulur. Elə ali rəhbərimizin də bu məsələdə bir məsələyə tövsiyəsi var. Bəli, tövsiyəsi var ki, toy məsələləri, mərasim məsələləri. Görürsən ki, gəlir, məsələn, gözəl toy mərasimi, bahalı, öz hədlərindən artıq ha. Hədlərində olsa bir söz deyil. Görürsən ki, öz hədlərindən artıq bir toy mərasimi borca, xərcə girib bu işləri görürlər. O lüks görsənir də, düzdür. Bahalı bir həyat kimi. Ondan sonra gəlib bir sadə həyata girir, artıq buna psixoloji mənfi təsir qoyur. Bir də evlilik bağını möhkəm eləyən əsas amillərdən biri budur ki, xanım və kişi şəxsi davranışlarına fikir versin. Hətta şəxsi səliqələrinə fikir versin. Məsələn, İmam Kazım əleyhissalamın barəsində bir dənə hadisə qeyd olunur Usul Kafi kitabında. Buyurulur ki, İmam Kazım əleyhissalamın öz səliqəsinə fikir verməsindən təəccüblənən bir şəxs bunun səbəbini soruşanda o Həzrət buyurur ki, kişinin səliqəsi, özünə diqqəti qadının iffətini artırar.
qadının iffətli olmasına səbəb olar. Bəli. Elə buna görə də bəzi qadınlar ərlərinin səliqəsizliyindən dolayı iffətə riayət eləmir. Ardınca imam buyurur ki, həmən şəxsə, o ki təəccüb edirdi imam öz səliqəsinə fikir verir, gigiyenik qaydalara və s. Ardınca imam buyurur ki, istəyirsənmi ki, həyat yoldaşın da sənin kimi çirkin olsun, yəni özünə fikir verməsin? Bəli. Əlbəttə bunu kim istəyər? Heç kəs. İmam ardınca buyurur ki, qadın da sevir ki, əri təmiz və səliqəli olsun. Deməli, ailə bağlarını möhkəm eləyən amillərdən biri də bu şəxsi səliqəyə riayət eləmək, təmizliyə riayət eləmək. Burada söhbət bahalı geyimlərdən getmir. Təmizlikdən gedir. Ümumiyyətlə İslam dini təmizliyə, səliqəyə önəm verməyə çağırır. Əksindən isə insanları uzaqlaşdırır. Peyğəmbərimiz buyurur ki, bir neçə şeydən mənim xoşum gələr, bir də ətir vurmaq. Bəli. Yəni bütün bunlar nəyə səbəb olur? Ailələrdə nifrətin azalmağına, ikrah hissinin azalmağına, əksinə bağların möhkəmlənməyinə səbəb olan amillərdən biridir. Bir də bunu qeyd edeyim. Bəzən də bu səliqədə bəzilərinin yanlış yanaşması var. Bu da mənfi prosesdir. Adətən xanımlar, daha çox xanımlar dəbə uyğunlaşmağa çalışırlar. Yəni dəb nədir? Çalışırlar o cür geyinsinlər və yaxud hansı ətir dəbdədir ondan istifadə etmək istəyirlər. Lakin istər xanım, istər kişi, istər geyim seçərkən, istər ətir alarkən öz həyat yoldaşının zövqünü nəzərə almalıdır. Sən çöldəki üçün geyinmirsən ki, sən bu ətri çöldəki üçün vurmursan ki. Sənin həyat yoldaşın bəyənməlidir. Bir dənə kişidir, misal üçün filan ətir moddadır, görürsən alır, xanımı da hər dəfə deyir ki, bu nə ətir deyə vurursan. O sən ondan nifrət hissi ötürürsən. Sənə nifrət edir. Hər dəfə o ətri səndən duyanda narahat olur. Əksinə onun zövqünə uyğun olan ətri sən seçməlisən. Nəinki filan ətir dəbdədir. Elə dinimiz də buna işarə eləyir də. Buyurur ki, xanım evdə bəzənməlidir. Bəli. Çöldə əksinə eləməlidir. Bəli. Ki fəsad baş verməsin. Yəni xanımın bəzənməsi öz əri üçün olmalıdır. Təəssüflər olsun ki, bu da tam əksinə formalaşır. Xanımlar cəmiyyət içərisinə çıxmaqdan ötürü bəzənirlər, öz ailələrinin yanında isə heç bir bəzənmədən söhbət getmir. Bu da təbiidir ki, mənfi təsirlərini qoyur. Növbəti sualımız da maddi və iqtisadi çətinlikləri ailə həyatında necə təsirlər qoyur və bu problemlərin həlli necədir? Adətən bu problemlər ailələrə müxtəlif iqtisadi problemlər müxtəlif cür təsir qoyur. Bunlardan ən böyük təsiri budur ki, aydın məsələdir. Bir çox yeni evlənən cütlərin ev almaq kimi imkanı yoxdur. Müstəqil həyat yaşamaq kimi imkanı yoxdur. Bunu qeyd edeyim ki, bir çox ölkələrdə, Qərbdə, Türkiyədə, Ərəbistanda, İranda, hətta müsəlman ölkələri olsun, Qərb ölkələri olsun, burada cütlər ailə həyatı qurandan sonra ata-anadan ayrılırlar. Əslində İslami baxımdan da düz olanı budur. Nə baxımdan düz olanı? Çünki bu yeni gənclərin öz şəxsi həyatları var. Onların ailə kimi formalaşması üçün bu şəxsi həyatların lazım olan səviyyədə yaşamalıdırlar. Aydın məsələdir. Müxtəlif məsələlər ki, bir çoxumuza aydındır. Qaynana, qaynata olan evlərdə gec formalaşır. Müəyyən məhdudiyyətlər, problemlər müşahidə olunur. Belə olduqda da gənclər daha gec ailə kimi formalaşırlar. Aliyə adətən qaynata tərəfindən müəyyən müdaxilələr olunur, hətta uşaq tərbiyəsinə qədər. Görürsən, ər-arvad arasında böyük problemlər yaranır. Niyə? Çünki uşağı ana bir cür tərbiyələndirmək istəyir, qaynana bir cür tərbiyələndirmək istəyir. Ana da normal olaraq deyir ki, uşaq mənim uşağımda, niyə müdaxilə eləyirlər? Bu problemlər yaranır. Niyə? Çünki iqtisadi problemlər ailələrin müstəqilləşməsinə şərait yaratmır. Aydındır. Halbuki bizdə misal üçün bəzən gəlirlər, soruşurlar, evin eşiyin var. Görsən, cavab verəndə deyir ki, hə, var. Atası anası ilə yaşayır ha. Ancaq çünki adət bizdə budur da, evin bir oğlusansa, məsələn, o ev axırda sənə qalır. Bu o evi öz evi kimi bilir. Əslində bu onun evi deyil. Başqa ölkələrdə, Türkiyədə sorğu keçirilir. Onun da atasının anasının evi var. Gəncdir. Deyir, yoxdur. Evim eşiyim yoxdur. Niyə? Çünki onlarda adət-ənənə budur ki, ailə, cütlük
ailə həyatı qurandan sonra ayrılmalıdır. Özünün evi olmalıdır, özünün eşiyi olmalıdır. Onlar orada öz şəxsi həyatlarını formalaşdırmalıdırlar. Bizdə isə yox. Bizdə tam əksinədir bu adət Bizdə ənənə. fərqlidir. Bəli. Bunun əsas səbəblərindən biri də iqtisadi problemdir. Çünki çıxıb həm icarə verəsən, həm ailəni dolandırasan, əksər insanlar bacarmır bu işi. Ona görə məcburdur ata-ana ilə yaşasınlar. Yəni iqtisadi problemlər səbəb olur ki, ailədə məsələn belə deyək də, Ailə möhkəmlənə bilmir, müstəqilləşə bilmir. Möhkəmlənə bilmədiyi üçün xırda problemlərlə görsən bir dənə ailə dağıldı. Aradan getdi. Nədir problem? Gedirsən kökünə, olur da maraqlanırsan, deyir ki, ha mən qaynanam. Görsən heç ki əri ilə elə problemi yoxdur. Əsas problemi qaynanası ilədir. Aydındır. Bu problemlər var, cəmiyyətimizdə var. Təəssüflər olsun, bu səbəbdən boşanmalarda kifayət qədərdir. Bundan əlavə iqtisadi problemlərə görə kişi məcburdur fasilə vermədən işləsin. Fasilə vermədən. 6, bazar, xadnoy fərqi yoxdur. İstənilən vaxt bu işləməlidir. Ailəni başqa cür dolandıra bilmir. Ailənin tibbi xərclərini, təhsil xərclərini ödəyə bilmir. Belə deyək də, ailənin maddi məsələ, maddi problemlərinə fikirlər fokuslanır. Bəli, bütün yükü yığır çiyninə, bütün günü iş şəraitində. Aydın məsələdir ki, belə adam evə eşiyə yorğun halda gələcək. Bunun çıxıb çöldə ailəsi ilə vaxt keçirməyə, onunla gəzməyə, onunla həmsə söhbət olmağa və müxtəlif məsələlərə taqəti olmayacaq. Böyük problemlərə səbəb olur. Bunlar da sonradan yenə ailənin dağılması üçün bunlar hamısı ayrı-ayrılıqda bir zəminə yaradır. Başqa daha böyük problem də bir çoxları maddi, iqtisadi problemləri həll etmək üçün xarici ölkələrə səfər eləyirlər. O hədislərdə də var, deyir ki, xoş olsun o şəxsin halına ki, öz məmləkətində öz maddi rifahını təmin edir. Və yaxud vay olsun o şəxsin halına ki, maddi rifahı üçün xaricə səfər eləyir. Məmləkətindən kənara səfər eləyir. Bilirsiniz bu nə üçündür? Təsəvvür eləyin, bu gənclər ailə həyatı qurublar, bunlar bir yerdə vaxt keçirməlidir. İstər-istəməz məsafə çoxaldıqca soyuqluq da araya girir. Həyat yoldaşı bunların müəyyən münasibətləri olmalıdır, bir yerdə gəzməlidirlər, müəyyən müzakirələr aparmalıdırlar, söhbət eləməlidirlər. Lakin ailə həyatı qurulub 5 ay, 6 ay artıq oğlan ailəni dolandıra bilmir, üst tutur Rusiyaya, qərb ölkələrinə, başqa yerlərə işləmək üçün. 6 ay, 7 ay, 1 il ölkəsinə qayıtmır. Axı bu cür belə ailə ola bilməz axı, belə ailə formalaşa bilməz. Bu da bir çox fəsadlara, problemlərə səbəb olur ki, bunların hamısının kökündə baxırıq, iqtisadi, maddi problemlər dayanır. Mən bir şey işarə edim, üzr istəyirəm. İradiyyədə verəcəyim sualdır bu. Bu, məsələn, maddi problemlər yaranır. Biz bir neçə məsələyə bundan qabaq işarə elədik ki, ailə məsələsini vurmağa çalışırlar, ailə sütunlarını aradan aparmaya çalışırlar. Elə başa düşülür ki, yəni bu maddi sıxıntıların da arxasında duran bu amillərdir. Yəni bu maddi sıxıntılar yaradılır. Məsələn, bir səbəbi də bu idi. Siz də buyurdunuz. Mən də işarə edirəm. Yəni maddi sıxıntılar yaradılır və yaxud da ki, bir ailənin rəisi, ümumiyyətlə ailə öz ailəsini inkişaf elətdirə bilmir. Gələcəyini düşünə bilmir. Gəlirlər, məsələn, dediyiniz kimi səhər gedir, axşam gəlir, təzədən səhər durur, yenə gedir, axşam gəlir. Bu elə bu proses davam edir, artıq bu fikirləşə bilmir heç nə. Bu fikirləşmədikcə öz gələcəyini qura bilmir. Gələcəyə kadr verə bilmir bu. Bütün bu amillər əl-ələ verir və ailənin dağılmasına belə deyək də tam səbəbə çevrilir. Bəli, mən də hazır sizə bunu deyəcəydim. Bu maddi, iqtisadi problemlər ki, ailənin inkişafını saxlayır. Yəni bunun başqa nə kimi təsirləri ola bilər ailədə? Maddi problemlərin boşanmalara, ailələrin dağılmağına təsirləri güclüdür, mühümdür, bu inkar olunmazdır. Sosioloqlar, psixoloqlar bu barədə dəlillər qoyurlar, seminarlar keçirdirlər, sözlər deyirlər. Burada bir dənə nöqtəyə işarə etmək istəyirəm. O da bundan ibarətdir ki, düzdür ki, iqtisadi problem var. İnkar olunmazdır. Amma bunun müqabilində əgər ailələrdə mənəvi ab-hava hökm sürərsə, o zaman
bu ailələri möhkəm saxlamaq olar. Yəni demək istəyirəm ki, hər o yerdəki iqtisadi problem var, mütləqdir ki, ailə dağılsın, belə deyil. Bəli. Oradakı mənəvi ab-hava var. Yəni mənəvi ab-havanın mənası budur ki, bizim xanımlar və bəylər Allahın buyurduqlarına, peyğəmbərlərin həyat yollarına, məsumlarımızın ailə modellərinə baxaraq özlərinə tətbiq eləyərək bu çətinliyin içərisində öz ailələrini möhkəmlədə bilərlər. Məsələn, Həzrəti Əlinin ailəsi, Peyğəmbər sallallahu ailəsi nə qədər çətinlik içərisində ömür sürüblər, bu ailələrini də möhkəm saxlayıblar və ideal ailə nümayiş etdiriblər. Bu bir nöqtə idi ki, istədim işarə eləyəm, amma bu bir dənə reallıqdır. İqtisadi problem varsa, ailələrin dağılması da müşahidə olunur və əksər hallarda biz bunu müşahidə edirik. Bəli. Bu özünü bir neçə formada göstərə bilir. Məsələn, ailə daxili münaqişələrin artmasına səbəb olur iqtisadi problemlər. Məsələn, kişi ailənin zəruri tələbatlarını ödəyə bilmirsə, məsələn, geyim ala bilmirsə, qida ala bilmirsə, uşaqların, ailənin digər maddi problemlərini həll edə bilmirsə və üstəlik də mənəvi ab-hava da lazımi miqdarda deyilsə, təbiidir ki, bu ailələrin zədələnməsinə, dağılmasına gətirib çıxardacaq. Bəli. O cümlədən əgər iqtisadi problemlər davamlı surətdə davam eləyərsə, ailələrdə stresslər çoxala bilər, ailələrdə söhbətlər çoxala bilər, qarşılıqlı münaqişələr çoxala bilər. Bəli. Bu da təbii hallarda hər insanın tutumu eyni deyil ki, deyək ki, sən buna dözməlisən, o birisinə dözməlisən və s. Yəni hamıdan eyni cür gözlənti gözləmək də yanlışdır. Bəli, İqtisadi problemlərin bu cür təsirləri var. Hətta görərsən ki, iqtisadi problemlər ailənin əsasını təşkil edən övladların inkişafına birbaşa təsir göstərir. Məsələn, övladdır, hər bir valideyn istəyir ki, övladı yaxşı formada təhsil alsın. Yaxşı təhsil almaqdan ötürü bugünkü dövrdə xüsusən iqtisadi tərəf güclü olmalıdır. Məsələn, övladdır, yaxşı məktəbdə oxumalıdır. Övladdır, lazım gəlsə repetitor yanına getməlidir. Övladdır, lazımi kitabları əldə eləməlidir. Övladdır, inkişafından ötürü lazımi resursları əldə eləməlidir. Məsələn, bunun kompüterə ehtiyacı var, bunun məsələn digər avadanlığa ehtiyacı var. Bugünkü dövrlə ayaqlaşsın. Bəli. Ailənin başçısı da bunları təmin edə bilmir. Deməli, birbaşa təsir övladadır, onun təhsilinədir və sabahki cəmiyyətədir. Əgər bu övladın potensialı 100 idisə, bunlar olmayanda təbii ki, bu 40-50 civarında özünü göstərə bilir və cəmiyyət dala düşür. Demək istəyirəm ki, iqtisadi problemlərin bu kimi təsirləri qaçılmaz və biz bunu müşahidə edirik. O cümlədən məsələn iqtisadi problem səbəbi ilə Seyid Ruslan qardaşımız da işarə elədi. Valideyn məcburdur səhərdən axşamacan işləsin. Səhərdən axşamacan işləyən valideyn nə zaman öz övladına vaxt ayıra bilər? Bu da bir mühüm məsələdir. Öz övladı ilə nə zaman məşğul ola bilər? Vaxt keçirə bilər. Bu da o deməkdir ki, valideyn dəstəyi azalır. Bəli. İqtisadi problemlər çox olan yerdə valideyn dəstəyi azalır və nəticə etibarı ilə övlad lazımi miqdarda öz valideynindən dəstək almır, o da yarımçıq qalır. Bütün bunlar uğur da qazana bilmir. Bütün bunlar iqtisadi problemlərin göstərdiyi mənfi təsirlərdir. Və bu cəmiyyəti tənəzzülə sürükləyir bütün bu proseslər öz. Bəs görəsən məsələn bunu necə həll edə bilərik? İqtisadi problemlərin həllindən ötürü dövlətin üzərinə düşən vəzifələr var. Məsələn, dövlət zəruridir ki, öz vətəndaşını işlə təmin eləsin. Zəruridir ki, zavodları işə salsın, fabrikləri işə salsın, kənd təsərrüfatını və yaxud da evlilər və gənclər üçün sosial dəstək yardımları olmalıdır. Subsidiyaların artırılması, sosial yardım elə bir səviyyədə olmalıdır ki, əlçatan olsun. Nəinki xəyal və ilğım səviyyəsində olsun. İnsanların normal şəkildə əli çatsın ki, özünü o çətinlikdən qurtara bilsin. Məsələn, ölkədə əgər zavod, fabrik lazım miqdarda dövlət təmin edə bilmirsə, heç olmasa sağlam rəqabətə şərait yaratsın. Məsələn, insanlar
şəxsi büdcələri hesabına fabrika aça bilərlər. Bəli. Müəyyən qədər görürsən fabrika açır, işləyir, qazanır, müəyyən qədər inkişaf eləyir, özünə işçi qüvvəsi toplayır. Görürsən ki, dövlət tərəfindən dəstək əvəzinə həmin şəxs boğulur. Bəli. Sahibkarlara dəstək Bəli, O qədər sahibkarların məhdudiyyətlər yaradılır ki, sahibkarlar da bir yerə gəlir. Bəli, sahibkarlara kifayət qədər məhdudiyyətlər yaradılır və yaxud da sahibkarların illərlə zəhmət çəkərək əldə elədikləri əllərindən alınır və nəhayətdə sahibkar nə edir? Ölkəni tərk eləmək məcburiyyətinə qalır. Bəli. Bu da ümumi bizim işsizliyin yaranmasına, iqtisadiyyatın aradan təsir gedməsinə. Gözəl nöqtədir. Yəni hər yollarından biri budur ki, dövlət öz vətəndaşına dəstək olmalıdır. Bəli. Bu uşaq pulu məsələsi, sosial məsələsi, bunlar hamısı dəstəkdir də. Buna əl çatmaz etməməlidir. Bəli. Bəhanələr gətirir, məsələn, uşaqdır, bunun büdcə ayrılmalıdır buna. Bu ailəyə dəstəkdir, bu uşağın gələcəyinə də, bu uşağın gələcəyi dövlətin özünə də xeyirdir. Elə. Savadlı kadrın yetişməsi, cəmiyyətə xidmət eləməsi özü bir dənə müvəffəqiyyətdir bir millət üçün, bir dövlət üçün. Məsələn, Bunlar olunmalıdır, bunlar dəstək olunmalıdır və bir dənə millətə məsələ xidmət var olunmalıdır. bizdə pis bir şey deyil ha, sadəcə daha yaxşı formada bu işi görmək olar. Adətən ayrılıq mərhələsinə yetişən şəxslərdə istər İslam dinində olsun, istər qanun baxımından, dünyəvi qanunlar baxımından birbaşa heç kəs belə deyək, ayrılığa zəminə yaratmır. İslami baxımdan da buyurulur ki, biri təlaq üçün sənə müraciət edirsə, biraz onu yubat. Bir qədər yubat, bəlkə gedərlər, fikirlərin dəyişərlər, eləyərlər. Dünyəvi qanunlar baxımından da belə bir şeylər var. Məsələn, iki ailə, iki gənc boşanmaq qərarına gəlibsə, bunları birbaşa boşamırlar. İlk öncə dəvət eləyirlər, onların problemləri dinlənilir və məsləhətlər verirlər. Yenə də barışmadıqları təqdirdə artıq növbəti məhkəmələrdə boşanma prosesi baş verir. Biz bunu gözləməli deyilik ki, gənclər gəlsinlər boşanma həddinə çatsınlar. Və ondan sonra gələk bir dənə məsləhət verək. Artıq orada bir məsləhətin də faydası yoxdur. Bəli. Buna qədər gənclərin pulsuz müraciət edib fikirlərini deyəcəyi və doğru yol göstərəcəyi şəxslər olmalıdır. Dövlət tərəfindən bunlar təmin olunmalıdır. Pulsuz müşavirə, məsləhət, istər seçim mərhələsində olarkən, cütlər evlənərkən, istər evləndikdən sonra qarşıya çıxan problemlərdə mərkəzlər olmalıdır və sağlam mərkəzlər. Seyid, məsələ budur. Və ora Bundan yönləndirilməlidir. qabaq da işarə elədik. Axı cəmiyyət üçün nümunə təyin edirlər. Bu cəmiyyət üçün nümunə təyin edilən ailəsi yoxdur. Bəli. Ailəsində problem var. Bəli. Əxlaqi problemləri var. Danışıqların bilmirlər. Bunlar nə cəmiyyətə məsləhət verəcək? Çox Bəli. təəssüflər olsun ki, televiziyalarda deyək ki, müstəqim yox, qeyri-müstəqim xalqa təyin olunan nümunələr gətirib oturur, cəmiyyətə ailəsindən, ailə haqqında məsləhət verir. Gəlsən baxsın, öz əxlaqi keyfiyyətləri sıfırdır. bəli. Bu nə cəmiyyətə nümunə olacaq? Nə cəmiyyətə? Elədir. Sizin dediyiniz Əlbəttə, bəli, mühüm məqam budur. Mən onu demək istəyirdim ki, yəni qərb təfəkkürü üzərində müsəlman cəmiyyətini sən qabağa apara bilmərsən. Qərb təfəkkürü özü buradan məğlub olub. Sınaqdan keçməmiş bir düşüncə tərzidir, xüsusən də ailə sahəsində. Bəli. Sən alternativ yollar tapmalısan. Milli mentalitetə uyğun və dinimizə uyğun şəkildə bu gənclər yönləndirilməlidir. Nəinki hər yoldan keçən müəyyən yanlış təcrübələri gəlsin, hansısa ölkədən gəlsin Azərbaycana inteqrasiya eləsin, ötürsün. Ağıl da bunu deyir də, orada ki onlar müvəffəq olmayıblar. Onu biz niyə özümüzə tətbiq eləməliyik? Bəli. Və iqtisadi sıxıntıların həllində bir dənə məsələ bundan ibarətdir ki, dövlət büdcəsi lazımi yerlərə sərf olunmalıdır. Nəinki məsələn məmurların ciblərinə, nəinki məsələn fəsada. Bəzən müşahidə edirik ki, bir dənə əxlaqsızın birini gətirirlər, məsələn konsert verəcək və yaxud da bunların sayı çoxdur. Bir dənə mərkəz açılıb ki, bunlar ora dəvət olunublar və sayları da çoxdur. Fantastik miqdarda pullar xərclənir bunların dəvətindən ötürü. Halbuki o məbləği öz xalqımıza xərcləsək, öz az təminatlı ailələrimizə xərcləsək, cəmiyyətimiz inkişaf edir. Bəli. Deməyim odur ki, büdcə bəzən və əksər hallarda doğru düzgün yerə istiqamətləndirilmir deyə cəmiyyətimizdə o səfalət hələ də davam eləməkdədir. Yəni bizim xalqımızın
sərvəti neft deyil, qızıl deyil. Bizim xalqımızın sərvəti bu xalqın gəncləridir. Bu xalqın ailələridir, gənc ailələridir. Biz bu sərvətimizə sahib çıxmalıyıq. Yoxsa hər bir sahədə məğlub olacağıq. Bəli, bu gəncləri də bəli dediyimiz kimi ailə formalaşdırır. Elə. Bu ailə məsələsi də mühümdür. Hər birinizə təşəkkür eləyirik bu gözəl müzakirəyə görə. Təşəkkür edirəm. Allah elimizə də bərəkət versin inşallah ki, Allah sizdən razı əziz olsun. tamaşaçılar, inşallah bu verilişimiz sizlər üçün faydalı oldu. Allah hər birinizi müvəffəq eləsin, hər birinizə uğurlar arzulayırıq. Gələn görüşlərimizə qədər. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.